Salam değerli izleyiciler, 12 noyabr 2025-ci il Gürcüstan ərazisində qəzaya uğrayan Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus C-130 tipli hərbi nəqliyyat təyyarəsinin bütün ekipaj üzvü həlak olub. Məlumata görə dağlıq ərazidə qəzaya uğrayan təyyarənin göyərtəsindəki 20 nəfərin hamısı həlak olub və təyyarənin qalıqları Xolagir monastırının yaxınlığındakı dik yamaclara səpələnib və ilk dəfə yerli sakinlər tərəfindən aşkar edilib. Axtarış xilasetmə qrupları və helikopterlər çətin relyef və zəif görmə şəraitində işləyir. Vurğulanıb ki, Gürcüstanda mümkün aviasiya təhlükəsizliyi pozuntusu ilə bağlı cinayət işi başlanıb. İşlər Türkiyə və Azərbaycanın birbaşa dəstəyi ilə koordinasiyalı şəkildə həyata keçirilir və Telegram kanallarına istinadən həmin şəxslərin adlarını da diqqətinizə çatdırıram. Dəyərli izləyicilər, təbii ki, bir qrupunun Əmrə Mercan, Cem Dolapçı, Berkay Karaca, İlhan Onqan, Ramazan Yağız, Hamdi Armağan Kapılan, İlker Aykut, Akın Karakuş, Ahmet Yasir Kuyucu, Əmrə Sayın. Allah rəhmət eləsin.